adda Cumhurbaşkanlığı seçiminin ikinci aşaması yaxınlaşmaqdadır. Cumhurbaşkanlığı seçimi İran İslam Cumhuriyyətində, yəni bir irticai və dini istibdada dayanan bir sistem içində seçimlər. Arxasında, tarixində qalxışlar, enişlər, mücadilələr, zindanlar, şikəncələr, edamlar və cinayətlər. Bir başqa tərəfindən birinci gündən azadlıq, bərabərlik üçün mübarizə və mücadilənin var olması. Bu mübarizə və mücadilə dalğaları daima aşağıya və ya yuxarıya dönməkdir. Və bu dalğalar keçən 100 ilin və xüsusən keçən 40 neçə ilin siyasi tarixin əks etdirməkdə, xalqların tələbini göstərməkdə, azadlıq üçün necə mücadilə və bədəl ödəməyi, həzinə verməyi göstərməkdədir. Siyasi mücadilənin bir tərəfi həyəcan və sevinc, başqa tərəfi isə geri qalmış ölkələrdə əzab, kədər və göz yaşı ilə bərabər olmuşdur. Siyasət dünyası bir tərəfdən də qara ilə ağ arasında bir seçim deyildir. Baxmayaraq ki, geri qalmış ölkələrdə, siyasi təcrübə sahibi olmayan ölkələrdə siyasət ümumiyyətlə qara ilə ağ arasında və ya var olmaqla yox olma arasında bir seçimə bənzətilmiş durumda göstərilməkdədir. Amma bir siyasi ünsürə o seçim, yəni taktik və ya strateji seçimi onun acılığına, kədərliyinə, şirinliyinə, xoşluğuna bağlı olmadan və taktik və ya stratejinin seçimində yalnız bir məqsədi nəzərə alaraq seçilməlidir. O məqsəd və hədəf də xalqların siyasi maarifləşməsi ya siyasi ağahlığı və o ağahlıq və maarifləşmə əsasında toplumda hərəkətliliyi təmin etməkdir. Çünki siyasi ağahlıq olmayınca və o siyasi ağahlıq əsasında hərəkətlilik, fəaliyyət meydana gəlməyincə toplumda və ya ölkədə ağahlıq, maarifləşmə əldə olmayacaq və təbiətən onun nəticəsində toplumda da bir dəyişiklik olmayacaqdır. İndi isə birinci sual, əcəba adda Cumhurbaşkanlığı seçimin ikinci aşamasında ələ aldığımız siyasət rejimə qarşı bir taktik və ya reaksiyadır, yoxsa xalqların daha çox maarifləşməsi üçün və ya xalqların daha çox hərəkətliliyə, fəaliyyətə imkan tapmaq üçün ələ alınmaqdadır. Bu sualın qarşısında bugün, yəni seçimlərin ikinci aşamasında iki yaxlaşım ya iki ruhikərdi var. Birisi seçimlərdə boykot və təhrimi yol kimi seçmiş, ikinci yaxlaşım isə seçimlərdə müdaxiləni öngörənlərdir. İndi isə bu iki yaxlaşımı ruhikərdi Cumhurbaşkanlığı seçiminin ikinci aşamasında xalqlara nə verib nə almasını, rejimə nə verib nə almasını ələ almağa çalışacağım. Bu sahədə birinci sual budur. Əcəba mütləq boykot və mütləq təhrim siyasəti bugünkü şəraitdə rejimə qarşı bir taktik və ya siyasətdir, yoxsa xalqların daha çox siyasi maarifləşməsinə və ya siyasi ağahlığına və ya xalqların daha çox hərəkətliliyinə və fəaliyyətinə səbəb olan bir siyasətdir? Cavab çox aydındır. Təhrim və boykot siyasəti rejimə qarşı bir siyasətdir və onun içində təəssüflə xalqların daha çox siyasi ağahlıq əldə etməsinə və xüsusən toplumda daha çox hərəkətliliyə və siyasi fəaliyyətə şərait yaratmır. Təhrim siyasətində rejimə gözdağı vermək təşəbbüsü və eyni halda onun qarşısında güc nümayişi, qüdrət nümayişi göstərməyə çalışmaq mənasındadır. Halbuki toplumda
Nə o qədər siyasi güc var ki, onun əsasında rejimə gözdağı vermə imkanı olsun və də nə o qədər gücü vardır ki, rejim qarşısında ona güc nümayişi, qüdrət nümayişi verməyə çalışsın. Bəlkə İranda ümumiyyətlə xalqların siyasi ağahlıqlarının genişilməsi və o siyasi ağahlıqlar yalnız siyasi fəaliyyətlərin içindən əldə olması mümkündür deyə düşünmək lazımdır. Təəssüflə boykot siyasətində xalqı pasiv olmağa dəvət etmək, meydana çıxmağının qarşısını almaq və siyasətə müdaxilə etməyinin qarşısını almaqla həm xalqın milli və ya siyasi maarifləşməsinin qarşısını alır, eyni halda toplumda hərəkətliliyi və siyasi fəaliyyəti sağlamağa imkan vermir. Halbuki müdaxilə siyasətində xalqı meydanda olmağa dəvət edir. İki fərqli söyləmin mövcud olmasından, yəni reformistlərlə mühafizəkarların ya usulgeralarla islah tələblərin arasında olan görüş fərqliliyini əsas tutaraq siyasi mübahisəyə şərait yaraldıb və toplumda siyasi ağahlığın yüksəlməsinə imkan yaradır. İkinci sual budur ki, adın çəkdiyimiz yaxlaşımlar, ruykərdlər, yəni boykot və ya müdaxilə siyasətinin əməldə təsiri nə olacaqdır deyə düşünmək lazımdır. Və bu sahədə adın çəkdiyimiz xalqlara nə verib nə alacaq və rejimə nə verib nə alacaq deyə düşünməyimiz lazımdır. Boykot siyasətinin nəticəsi, xüsusən Cumhurbaşqanlığı seçiminin ikinci aşamasındakı reformistlərlə mühafizəkarlar ya islah tələblərlə usulgeralar bir-birinin qarşısında durur və Pezeşkiyanla Cəlili seçim konusu olursa, boykot siyasəti götürənlər bağıra-bağıra, boykot deyə Cəlilinin ayağının altına gələn devrdə Cumhurbaşqanı olmaq üçün qırmızı fərş salırlar. Halbuki müdaxilə siyasətini seçənlər reformist Pezeşkiyanın arxasında durub səslərin artırması ilə Pezeşkiyanın seçilməsinə şərait yaraldırsalarsa, gələcək 4 il siyasi təzadlıların 4 il olacaq. İran siyasətinin ən yüksək səviyyəsində, yəni Cumhur rəisin iqtidarı ilə vilayəti fəqih və onun çevrəsinin arasında olan təzadın əlevlənmə tarixidir. Siyasi təzadların ölkənin ən yüksək səviyyəsində meydanda olması xalqlar üçün iki hədəfi sağlayır. Birincisi, siyasi təzadların meydanda olması, mediada göstərilməsi, toplumda mübahisə olması xalqın siyasi maarifləşməsinə səbəb olacaqdır. İkincisi, bu təzadların meydanda olması və iki cinahın bir-birinin qarşısında durması siyasi toplumda bir hərəkətlilik, bir fəaliyyət imkanı sağlanacaqdır. Və bu təzadların kölgəsində toplumun fərqli kəsimləri öz məsələlərini imkan daxilində meydana çəkib mübahisəyə qoyma imkanı tapacaqlar. Qadınlar geyim azadlığı üçün bir çabada bulunacaqlar. İşçilər, yoxsullar ən azı dərdlərin bir türlü dilə gətirə biləcəklər. Qeyri-fars xalqlar daxili istimar siyasətinə qarşı ən azı bir-biri ilə və ya bir səviyyədə fəaliyyət imkanı tapacaqlar. Bəlkə bir neçə nəşriyyənin və bir neçə dərnəyin qurulmasına imkan sağlanacaqdır. Və ya çevrəçilər, çevrə yaşıllığı üçün çalışması üçün zindanda yatma yerinə ən azı eşikdə olub çevrə məsələsini dilə gətirəcəklər. Əgərsə bir iş görmürsələr də. Çünki çevrə məsələsini dilə gətirmək, işçi məsələsini dilə gətirmək, qadın məsələsini və qeyri-fars xalqların məsələsini dilə gətirmək özü bir işdir. Toplumda söyləmləri ələ almaq
toplumda o söyləm və ya o mövzu haqqında ağahlığın yüksəlməsinə şərait yaratmaq deməkdir. Amma əgər Cəlili seçilirsə, işçilərmi, çevrəçilərmi, qadınlarmı, əzilmiş xalqlarmı dərdlərini, sözlərini hətta dilə gətirməyə belə imkan tapacaqlarmı? Boykot siyasətini ələ alanlar isə Cəlilinin seçildiyində dövlət səviyyəsində Cumhurbaşqanlığı ilə vilayəti fəqih arasında bir təzad meydana gəlməyəcəkdir. Hətta təzad olursa belə bağlı otaqlarda o təzadları həll edib o təzadların topluma intiqal tapmasının qarşısını alacaqlar. Necə ki, rəisi devrində də belə oldu. Təzadlılar o səviyyədə, dövlət səviyyəsində toplumda yayılmırsalar da, mübahisə mövzusu olmursalar da, həm xalqın siyasi ağahlığının qarşısını önləyir, eyni halda xalqın fərqli sahədə fəaliyyət eləməsinə böyük bir əngəl mane törənir. Düzgün, demokratik və modern bir taktik və ya strateji xalqın maarifləşməsinə şərait yaratma, xalqın içində olan tələb və istəklərin əlovlanmasına meydan açma və bu vasitə ilə toplumda hərəkətliliyə, yəni fəaliyyətə imkan əldə etmə hədəf və məqsəd tutulmalıdır. Boykot siyasətini, təhrim siyasətini götürənlər bilirlər ki, Cumhurbaşqanının seçiminin birinci aşamasında Qalibovun səsləri Cəlilinin səslərinin yanında duranda və təhrim siyasəti davam edirsə və mövcud səslərə və rəylərə taza rəylər artırılmasa, seçilən Cumhur rəisi Cəlili olacaqdır. Bu aşikar faktı bilə-bilə təhrim və boykot təblinə çalma, Cəlilinin ayaqlarının altına qırmızı xalça salmaq deyildir, nədir? Bu xalçanın carçısı və ya ən böyük carçısı İran International televizyonu və İran International'ın bizə tanıtdığı və İran xalqlarına reklam etdiyi lider kimdir? Riza Pəhləvi. Təəssüflə bu televizyon Riza Pəhləvinin hizbinin medyasına çevrilmiş bir medya oldu. Və bugün o medyada dinamik bəhslər, çeşitli və fərqli düşüncələrin mübahisəsinin meydanda olmasının yerinə boykot dövlü, təbli və Riza Pəhləvinin mesajı səsləndirilməkdədir. در ایران دو نوع طالبان داریم. یکی طالبانی که مردم رو فریب میده و نمایندش پزشکیانه، دیگری طالبانی که علنی میگه چه خواهد کرد و نمایندش جلیلیه. و نویسنده این پست هم در واکنشی مشابه گفته طالبان باید جلوی پزشکیان لنگ بندازه. پزشکیان و دار و دسته اصلاح طلبان اطرافش 45 سال پیش طالبان واقعی بودند وقتی اصلاً طالبان وجود خارجی نداشت.